Salam uşaqlar. Bugünkü dərsimiz ədəd və rəqəm anlayışıdır. İlk öncə rəqəm anlayışını sizə izah edim. Rəqəm nədir? Rəqəmlər bizim ədədləri yazmaq üçün istifadə etdiyimiz işarələr yığınıdır. Rəqəmlərimiz cəmi 10 dənədir. 0-dan 9-a qədər. Rəqəmləri biz sanki hərfin yazıda işləməsi kimi istifadə edirik. Necə ki, yazı yazarkən əlifbadan istifadə edirik. Eləcə də ədədləri yazarkən biz rəqəmlərdən istifadə edirik. Ədəd isə bir neçə rəqəmin yan-yana yazılması ilə yaranır. Məsələn, 5 və 25. Baxın, burada 5 sadəcə rəqəmdir. Amma 25 iki rəqəmin yan-yana yazılması ilə yaranıb. 25 ədədinin yaranması üçün 2 və 5 rəqəmlərindən istifadə olunub. Daha sonra ədədin içindəki hər rəqəmin bir yeri və bir dəyəri var. Bu dəyərlərə təklik, onluq, yüzlük deyilir. Məsələn, 348 ədədi. Baxın, bu 348 ədədində 3 yüzlüklərdə yerləşdiyi üçün 300-ü ifadə edir. 4 onluqlarda yerləşdiyi üçün 40-ı ifadə edir. 8 isə təkliklərdə yerləşdiyi üçün 8 rəqəmini ifadə edir. Keçək növbəti dərsə. Biz ədədlərin böyükdür, kiçikdir və ya bərabərdir olduğunu bilmək üçün bu işarələrdən istifadə edirik. İki ədədi müqayisə edəndə ilk baxdığımız şey onların neçə rəqəmdən ibarət olmasıdır. Əgər bir ədədin rəqəm sayı çoxdursa, o ədəd daha da böyükdür. Məsələn, 256 rəqəmi ilə 8 rəqəmini götürək. Baxın, 256 ədədində 3 dənə rəqəm istifadə olunub. Amma 8-də isə 1 dənə rəqəm istifadə olunub. Ona görə 256 8-dən böyükdür. Ədədlərin rəqəm sayı eynidirsə, onda soldan sağa doğru baxırıq. Yüzlükləri, sonra onluqları, sonra təklik vahidini müqayisə edirik. Məsələn, 358 və 431. Baxın, üçündə də 3 dənə rəqəm istifadə olunub. Baxırıq ilk öncə yüzlüklərə. 3 rəqəmi yüzlüklərdə olduğu üçün 300-ü ifadə edir. 4 rəqəmi isə yüzlüklərdə olduğu üçün 400-ü ifadə edir. Və buradan belə bir nəticə yaranır ki, 300 400-dən kiçikdir. Yüzlüklərdə bildik necə tapırıq. Əgər verilmiş rəqəmlərdə yüzlüklər bərabərdirsə, onda onluqlara baxırıq. Baxaq belə bir məsələyə. 458 və 472 rəqəmlərini götürək. Hər ikisində 3 dənə rəqəm var. Baxırıq yüzlüklərə. Yüzlüklərdə 4 olduğu üçün 400 rəqəmini ifadə edir. Digər rəqəmdə də 400 ifadə edir. Bunlar bir-birinə bərabərdir. Baxırıq onluqlara. Bu, deməli onluqda olduğu üçün 70-i ifadə edir. 5 də onluqda olduğu üçün 50-ni ifadə edir. Baxırıq 50-70 arasındakı müqayisəyə. 50 70-dən kiçikdir. Ona görə 458 ədədi kiçik olacaq 472 ədədindən. Bunu da bildik. Əgər verilmiş ədəddə onluqlarda bərabər olsa, sonda biz təkliklərə baxırıq. Məsələn, 560, bir də 565 ədədini verək. Hər ikisində 3 dənə rəqəm var. Yüzlüklərdə 5 rəqəmi 500 ifadə edir. Onluqlarda 6 rəqəmi 60 ifadə edir. Təkliklərdə birində 0 rəqəmi verilir, birində 5 rəqəmi verilir. Biz bilirik ki, 0 5-dən kiçikdir. Ona görə 560 ədədi kiçikdir 565 ədədindən. Əgər yüzlüklər də bərabərdirsə, onluqlarda bərabərdirsə, təklikdə bərabərdirsə, bu zaman verilmiş ədəd bir-birinə bərabər olur. Məsələn, 560 və 560. Baxın, 3 dənə rəqəm istifadə olunub. Bu da 5 rəqəmi yüzlüklərdə olduğu üçün 500 ifadə edir. Digərində də 60 onluqda olduğu üçün 60 ifadə edir. Digər ədəddə də təklikdə də 0-dır, burada da təklikdə 0-dır.